vücut maral, endiye balamaral, endiye ay maral, endiye ay maral, endiye. Birin eşkin havasına, ay birin eşkin havasına, biri yardan yaram, endiye balayaram, endiye yaram, endiye yaram, endiye. Hen ayak bellerine, ay hen ayak bellerine, şanaz çekip tellerine, ay tellerine, bala tellerine, ay tellerine. Gümüş kemer bellerine, gümüş kemer bellerine, heyip bizden aram, endiye balayaram, endiye balayaram, endiye yaram, endiye. Esme badı sabah, esme badı sabah, esmeylim bizden, kesmeye bala bizden, kesmeye ay bizden, kesmeye ay bizden, kesme. Biri dursun birim esme, ay biri dursun birim esme, aydın diğer bular, endiye bala bular, endiye bala bular, endiye ay bular, endiye. Ay maralıma ceyranım, ay maralıma ceyranım, uydurun başına da, lanıma ya da, lanıma ya da, lanıma ya, derdime alım ey. Var olasan, özü də elə sözlər oxudun ki, Göyçə kökündən gəldi. Yəni sözün mənşəyi Göyçə mahalı oldu. Şiqayalı Aşıq Aydın böyük sənətkar olubdu. Onun bu şeiri dillər əzbəri idi bir zamanlar. Bir 10 il bundan qabaq bir məclisdə iki adam gəldi məndən görüşdü. Dedi ki, biz Şiqayalı Aşıq Aydının təsvir elədiyi o xanımların nəvələriyik. Dursunla Məsmənin. Və ya onlar bilmirəm, indi sağdır, sağ deyil. Onda əli çələkli gəlmişdi, yaşlı bir kişi idi. 2 nəfər idilər. Bu o deməkdir ki, yəni o ruh mahnıda, sözdə və adamların varlığında daşınıb gəlir və Göyçə Gədəbəy kökündən gələn bu qızımız da o ruhu yaşatdı və yenidən o ruhun yaşaması çox vacib bir məsələdir. Ona görə də mən təşəkkür edirəm.